Salam, hər vaxtınız xeyirli olsun. Belə bir sualın izahını vermiş olacağam. Fiqur ədədlə bağlı 38 nömrəli sual. Qeyd edim ki, Dövlət İmtahan Mərkəzinin sınağına düşmüş sualdır eyni zamanda. Biz bilirik ki, kənar ədədlərdən orta alınmalıdır təbii ki. Və çoxlu ədədlər varsa, məsələn, biz ilk öncə yerinə yetiriləcək əməliyyat təbii ki, toplamaqdır. 10-u, 5-i, 6-nı, 12-ni və bu 7-ni toplasaq, həqiqətən də 40 alırıq və 40-dan biz 8 necə ala bilərik? Təbii ki, 5-ə bölməklə. Məsələn, burada biz baxsaq görürük ki, 15, 7, o da 10 və 20, bu da 13. 65 verir. 65-i həqiqətən də 5-ə böldükdə yenə 13 aldırıq. Eyni zamanda həmin yol burada çox rahat görsənir axırıncıda. 5, 5, 5, 5. Yəni hamısının cəmi 25 verir bizə. 25-i də 5-ə böldükdə bu ortadakı 5-i alırıq və 8-i, 10-u, daha doğrusu 8-i, 10-u, 12-ni, 16-nı, 9-u hamısını toplayacağam. Deməli 20, 30, o da 25. 55, 55-i də biz 5-ə böldükdə sualımızın doğru cavabını 11 almış oluruq. Yəni sualımızın doğru cavabı E variantı olmuş olur.